Salam izləyicilər. Bugün sizə elə bir bitki haqqında məlumat verəcəm ki, o bitkinin adını çox eşitmisiniz, lakin bu qədər çox faydalarının olduğunu inanın ki bilmirsiniz. Elə isə videonu sona qədər izləyin və kanala abunə olmağı unutmayın. Hibiskus bitkisi əsrlər boyu müxtəlif ölkələrdə həm çay, həm də təbii şəfa məqsədi ilə istifadə olunub. Bəs bu gözəl bitkinin faydaları nələrdir? Birinci olaraq hibiskus antioksidantlarla zəngindir. O qriplə güclü mübarizə aparır və bədəni müxtəlif viruslardan qorumağa kömək edir. Araşdırmalar göstərir ki, hibiskus çayı qan təzyiqini normadan saxlamasına kömək edə bilər. Xüsusilə yüksək təzyiq problemi olan şəxslərdə həkim məsləhəti ilə istifadə edildikdə faydalı ola bilər. Məkkə gülü, yəni hibiskus, C vitamini ilə zəngin olduğu üçün immun sistemini gücləndirməyə dəstək verir. Soyuqdəymə mövsümündə orqanizmin müqavimətini artırmağa kömək edə bilər. Bu bitki həmçinin həzm sisteminə müsbət təsir göstərir. Yüngül sidik qovucu xüsusiyyətə malik olduğundan bədəndən artıq mayenin xaric olmasına dəstək olur. Bəzi tədqiqatçılar hibiskusun xolesterin səviyyəsinin tarazlanmasına və ürək sağlamlığının qorunmasına kömək edə biləcəyini deyirlər. Lakin unutmayın, aşağı təzyiqli insanlar, hamilə qadınlar və müntəzəm olaraq dərman qəbul edən şəxslər hibiskusdan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Bəs hibiskus çayını necə dəmləyirlər? Hibiskus çayı hazırlamaq üçün qurudulmuş hibiskus çiçəklərinin üzərinə qaynar su əlavə edib 5-10 dəqiqə dəmləmək lazımdır. İstəyə görə bal və limon əlavə edə bilərsiniz. Lakin turşməzə dadı olduğu üçün limon deyil, bal əlavə etməyi məsləhət görürlər. Əgər siz də turşməzə dadları çox sevirsinizsə, bu sizin üçün gözəl bir dad ola bilər. Video sizə faydalı oldusa, kanala abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın, sağlam qalın.